Salam əziz 10-cu sinif şagirdləri, 14 dekabr 2025-ci il Güvən nəşrləri 10-cu sinif Azərbaycan dili suallarının izahına inşallah ki izah verməyə çalışacağım. Bu arada kanalıma abunə olmağı, videonu bəyənməyi və şərh bölməsində öz fikirlərinizi yazmağı, eləcə də mövzu ilə bağlı, variantlarla bağlı suallarınızı da soruşmağı unutmuruq. Necə deyərlər, əl əli yuyar, əl də üzü. Belə, cümlələrdən birində təsriflənən feil qrammatik məna növünə görə deməli digərlərindən fərqlənir. Bax, qalınlaşmaq məlum, zarafatlaşmaq məlum, qarışmaq məlum, sığışmaq məlum. Amma yolların kəsişməsi qarşı-qarşıya anlamında. Ona görə cavab variantımız olacaq nə? B variantı olmuş oldu. Nümunə ilə bağlı uyğun, bu yaşa can hələ hansısa arzusu ürəyində qalmamışdı, son arzusu da oğlunu evləndirmək idi. Doğru fikri soruşur bizdən. Təsriflənən feil icbar növdədir, evləndirmək məlum növdədir, bu səhvdir. Əvəzliyin iki məna növü var, bu, bir də hələ hansı. Burada sual əvəzliyi işlənibdir. Bu doğrudur. Saya aid bir nümunə işlənibdir. Say yoxdur. Səhvdir. Adlı qaldı olan mücərrəd isimlər var. Mücərrəd isimlər. Bu yaşacan, bu yaşa qədər, deməli yaş, arzu, son arzusu, yeni arzu, deməli adlı qaldı olan mücərrəd isimlər var. Bu yanlış fikir değil. Ona göre cevabımız oldu nə? 2 və 3 Y variantı. Uzun qanaddı. Deməli, sözünün fonetik təhlil ilə bağlı yanlışı soruşur. Eyni səs müxtəlif hərflərlə ifadə olunubdur. Deməli, eyni səs burada, məsələn, Z bir dənədir, N bir dənədir, Q bir dənə, N yenə bir dənədir, T və D. Eləcə də A'lar, I'lar, U'lar. Deməli, eyni səs müxtəlif hərflərlə ifadə olunma məsələsi burada yoxdur. Tələffüzün fərqlənməsi samitlə bağlıdır. Bu doğru fikirdir. Kar cingitli samit cütlüyü işlənibdir. T'dır. Bu da doğru fikirdir. Qarşılığı olmayan 3 dənə samit işlənibdir. Deməli, N var orada, N var. Deməli, buradakı N'lardır. Buradakı N'lardır. Bu D'ya çevrilibdir. Qarşılığı olmayan 2 dənə samit işlənib. Cavabımız oldu səhv kimi 1-dən 4. Hansı cümlədə sifətin isimləşməsinə aid nümunə işlənməyibdir? Paltarın təmizlərini, təmiz sifətdir, isimləşibdir burada. Cəmlənib, mənsubiyyətə görə dəyişibdir. Hal şəkilçisi qəbul edibdir. Yarışanlar müxtəlif məktəbləri təmsil edirdilər. Burada yarışan sözü feili sifətdir. Müxtəlif məktəbləri hansı? Burada sifət budur, müxtəlif sözü. Amma deməli, isimləşməyibdir, cavabımız B-dir. Həvəskar sifətdir, isimləşibdir. Sinifin dalaşqanı, dalaşqan sifətdir, isimləşibdir. Məktəbdə hamı bilir ki, sən sinifin dalaşqanısan. Şəhərlərdən ən qədimi, qədim sifətdir, isimləşibdir. B variantı. Hansı cümlədə mənsubiyyətə görə dəyişmiş isim işlənməyibdir? Əvvəllər bizim kəndin meşələrində, kəndin meşələri isim mənsubiyyətə görə dəyişibdir. Bir olan variant gedəcək. Nəvəsinin öldürülməsində özü nəvəsi. Burada da isim mənsubiyyətə görə dəyişibdir. Kənd cavanlarının qəribə xasiyyətə malik olduğunu biz də bilirik. Kəndin cavanları. Bu deməli mənsubiyyətə görə dəyişibdir, amma cavan sözü sifətdir. Deməli, hücum edənlərdən biri pişik cəhdliyi ilə meydana cəhdlik deməli isimdir. Pişiyin cəhdliyi burada mənsubiyyətə görə dəyişibdir. Burada getdi dünən yaxınları ilə birlikdə öz yaxınları atı qarşı sahilə çıxardığını xatırladı. Yaxın sözü burada isim deyil. Cavabımız oldu nə? Deməli 3 və 5 A variantı olmuş oldu. 32-ci suala biz baxasıyıq. Deməli, ağsama var, uyğunu soruşur. Yəni, doğrunun qabağından doğru, yanlışın qabağından yanlış. Ağsama var, astadan zümzümə edir. Tərtəmiz stəkan nəlbəki parıldayırdı cümləsində sifətlər, deməli, adi və çoxaltma dərəcəsindədir.
Deməli, ağsama var, sifət adi dərəcədədir, təmiz, tərtəmiz, bu sifət də çoxaltma dərəcəsindədir. Bu doğru fikir, qabağından da doğru. Deməli, biri götürəcəm. Bir olmayan variantları sildim. Sən ki, heç kəsə bir pislik eləməmişdin, heç adamın itinə, toyuğuna da daş atmamışdın. Cümləsində müəyyən miqdar sayı işlənib deyir. Sən ki, heç kəsə bir pislik eləməmişdin, heç adamın bir pislik eləməmişdin. Burada bir sözü. Saydı yoxsa ədatdır, diqqətli oluruq. Burada təsir gücü artırır. Sən ki, heç kəsə 2 pislik eləməmişdin, 3 pislik eləməmişdin. Belə bir anlamda bunu say kimi işlədə bilmirik. Deməli, yanlış fikirdir. Qabağından da yanlış yazıbdır. Ona görə 2-ni də götürəcəm. Böyüklüyünə görə Asiya digər qitələrdən fərqlənir. Deməli, isimlər adlıq, böyüklük ismi yönlük haldadır. Asiya adlıq haldadır. Qitələrdən sözü isə çıxışda haldadır. Adlıq yönlük çıxışda qalır. Düz deyir. Qabağından yanlış verib götürə bilmərəm. 2 mərtəbəli məktəb binasında ona balaca bir otağı verdilər cümləsində. Qeyri-müəyyən təsirli şərtdə olan isim yoxdur deyə, amma var. Doğru fikirdir. Yoxdur deyə yanlış fikirdir. Qabağından doğru veribdir. Ona görə 4-ü də götürə bilmirəm. Cavabımız həqiqətən də 1 və 2 oldu. Yerinə görə amonim kimi işlənə bilən sözləri bizdən soruşur. Diqqətli oluruq. Qabaq sözü, deməli, səndən qabaq qoşma kimi işlənir, zərf kimi işlənir. Məsələn, qabaqlar həyat necə də maraqlı idi. Bal qabaq anlamında bir işlənəcək. Bənd sözü həm ədəbiyyat termini, 3 və daha artıq misradan ibarət olan şeir. Deməli, şəkli və bir də bənd sözü o suyun qarşısına vurulan bir sədd kimi. Duru sözünün yoxdur, qar sözünün yoxdur. Tam sözü dad, tam bir də bütöv mənasında. Ona görə cavabımız olacaq 1, 2 və 5, Y variantı. Cədvəldəki hansı sözlərin izahı düzgün verilibdir? Diqqətli oluruq. Aspekt sözü bir şeyə müəyyən bucaq altından baxış nöqteyi nəzər doğrudur. Fasad sözü nifaq, qarışıqlıq, fitnə deyil. Fasad sözü deyək ki, binanın ön hissəsi, xarici hissəsi anlamındadır. Ona görə 2 yanlış. Girdab, burulğan doğrudur. Gəlirəm nota. Nota bir dövlətin digər bir ölkənin belə deyək də hökumətinə, bir dövlətin hökumətinin belə deyək, digər bir ölkənin hökumətinə rəsmi diplomatik müraciəti, məsələn, etiraz məktubu, deyək ki, notanın bir mənfi bir növüdür. Ona görə bunu səhv veribdir. Akvariumda su heyvanlarını və bitkilərini saxlamaq üçün şüşə bir qabdır. Bu da doğrudur. Cavabımız olacaq 1, 3, 5. O da C variantı. Deməli, bir rəngi yox, göylərin min rəngini sevirəm. Bir gülü yox, güllərin çələngini sevirəm. Mən çıxmağa təpə yox, uca dağ istəyirəm. Həyatı həyat kimi yaşamaq istəyirəm. Deməli, verilmiş nümunədə sayı 2 dənə deyil. Ya 2-dən azdır, ya 2-dən azdır, ya da 2-dən çoxdur. Deməli, qeyri-müəyyən təsirli halda işləmiş isim. Bir rəngi yox, nəyi rəngi, göylərin min rəngini sevirəm. Bir gülü yox, güllərin çələngini sevirəm. Hələ bizdən qeyri-müəyyən təsirli hal istəyir. Mən çıxmağa təpəni yox, uca dağı istəyirəm. Həyatı həyat kimi yaşamaq istəyirəm. Deməli, qeyri-müəyyən təsirli halda olan sözlərin sayı 2-dir. Deyir, 2 deyil. Bunda 2-dir. 1 olan variantı sildim. Şəxsə və kəmiyyətə görə dəyişə bilən feillər. Sevirəm, sevirəm, istəyirəm, istəyirəm. Bəli, 2 deyil, 4 dənədir. Biri 2-dir. Müəyyənlik bildirən yiyəlik hallı isimlərim. Deməli, silirəm bunu. Göylərin rəngi, nəyin? Güllərin çələngi. Burada müəyyənlik bildirən yiyəlik hallı isimlərin sayı 2-dir. 3 olan variantı da sildim. Cavabımız Y qalır. Cümlədə ismin yerində işlənə bilən əvəzlik. İsmin yerində işlənə bilən əvəzlik. Burada əvəzlik mən əvəzliyidir, şəxs əvəzliyidir. İsmin yerində işlənir. Bunda sayı 1 dənədir. Deməli, bunu da götürürəm. Yəni 2 deyil də. Əşyanın əlamətini bildirən adi dərəcədə olan sifət. Bu da uca sözdür. Bu da 1 dənədir. Ona görə 2 deyil. Cavabımız oldu Y variantı. Hansı nümunədə saydan sonra gələn ismin işlənməsində səhvə yol verilibdir? Bir çox, bir sıra. Sayından sonra gələn isimlər
Cəmdə olar. Ona görə A-da problem var. Bunda problem yoxdur. Bunda onlarla qonaqlar da olar, qonaq da olar. Xeylidən sonra gələn isim təkdə olar həmişə. Çox kəlamlar, çox kəlam. Cəmdə verə də bilər, verməyə də bilər. Çox, çoxlu, larla, larcadan şəkilçilərindən düzələn saylar, sıra sayları, bunlardan sonra gələn isimlər təkdə də ola bilər, cəmdə də ola bilər. Problem yoxdur. Bir sıra və bir çox sayından sonra gələn isimlər həmişə cəmdə olar. Ona görə 36-da cavabımız A variantıdır. Deməli, maraqlı bir mətindir. Xalqın çətin günləri. Mətnlə tanış olmayanlar mətni videonu dayandıraraq tanış ola bilərlər. Birinci sualdan biz davam edək. Deməli, mətnlə bağlı yanlışdır. Hadisənin məsciddə elan edilməsi onun ictimai əhəmiyyətini göstərir. Bəli, göstərir. Biri sildi. Cəmaatın dua və tövbəyə yönəlməsi onların dini inancından xəbər verir. Bəli, verir. Duaya çıxmaq çəyirkilərə qarşı tətbiq edilən texniki tədbirdir. Uşaqlar, texniki tədbir nə deməkdir? Öncəliklə ona biz bir aydınlıq gətirək. Texniki tədbir yadda saxlayaq ki, məsələn, gəl belə deyək. Məsələn, götürək ki, məktəbdə mən bir müəllim olaraq, məsələn, məktəbdə şagirdlərin deyək ki, tənəffüs prosesində, həyətdə, məktəb deyək ki, dəhlizlərində onların hərəkətlərinə, davranışlarına nəzarət etmək üçün yuxuda Allaha yalvarıram ki, Allah yuxuda mənə bunu əyan elə. Yəni bu bir texniki tədbir deyil da, düzdür. Amma mən əslində nə etməliyəm? Mən getməliyəm məktəbdə deməli bir kameralar, təhlükəsizlik kameraları qurlaşdırmalıyam. Bu artıq o prosesi izləmək üçün bir texniki tədbirdir. Mətnə görə çəyirkilərə qarşı tətbiq edilən texniki tədbir göyərçinlərin gətirilməsidir. Duaya çıxmaq yox. 3. Yanlışdır. Cəmaət əvvəlki nəsillərin yaşadığı təcrübələrə əsaslanaraq davranır. Bəli, burada məsələn yaşlı bir kişi deyir ki, mən deyir, yaşım 100 olmasa da 100-ə yaxındır. Mən hələ uşaq olanda da belə bir bəlaya düçar olmuşduq. Cəmaət duaya çıxdı. Göyərçin üçün atlı göndərdilər və o göyərçinlər bu duanı, bu bəlanı rədd elədi. Və deməli xanın köməkçisi də deyir ki, deməli mirzəsi də deyir ki, elə xan da bu işi məsləhət görüb. Deməli buradan belə nəticə çıxır ki, cəmaət əvvəlki nəsillərin yaşadığı təcrübələrə əsaslanaraq davranır. Bu var. Gənc nəsil dini inanclarla yaşayan yaşlı nəslin düşüncələrini sorğulamır. Niyə sorğulamır ki? Məsələn, burada Məhəmməd obrazı, məsələn, o hətta burada öz-özünə düşünür ki, deməli, o hardaydı? Burada Məhəmməd və Qasım da böyüklərə qoşulmuşdu. Məhəmməd düşünür ki, doğrudan da çəyirkələri Allah göndərib. Əgər Allah göndərirsə, nə üçün göndərir? Bu qədər adamlar yazıq deyilmi? Məhəmmədin, məsələn, düşünməsinə və düşündüklərinə bir məna verə bilməməsinə dayısı cavab verir, onu başa salır. Deməli, o düşüncələrində yaşlı nəslin düşüncələrini sorğulayır. Bu var. Ona görə səhv variantımız 3 və 5 D variantı olmuş olacaq. Mətnə görə müəyyən etmək olur, müəyyən etmək olmur. Düzgünü soruşur. Dini inan və düşüncələrin hələ də sosial qərarların mühüm hissəsi olduğu. Bəli, məsələn, dini inan, dua etməklə o qərar verirlər ki, deyək ki, nədir? Dua etməklə çəyirtkələr sanki öz yuvalarına qayıdacaq və s. və ilə axır bu mətnə görə var. İnsanların gözünün açılmasında məktəb məsələsi yoxdur. 2 olan variantı sil. Liderlərin hansı göstəricilər əsasında seçildiyini, məsələn, burada xanın seçilmə deyək ki, göstəricisi yoxdur. Mətnə görə müəyyən etmək olmur. Burada 1-3 oldu. Kollektiv dini ayinlərin insanlara psixoloji rahatlıq verdiyi məsələsi var. Mətnə görə müəyyən etmək olur. 1-3. Mətnə görə cəmaatın Nəsrullah xana münasibəti necə idi? Təbii ki, xalq Nəsrullah xana hörmət edir, onu inamla qarşılayır, səmimi itaət göstərirlər. Biz onun xanın burada ədalətsizliyini görə bilmirik, onun göstərişinə etinasız yanaşmasını görə bilmirik. Nə bilim, mən yalnız xanı şəxsi mənfəət naminə dəstəkləyirlər. Bir çoxları məsələn burada yoxdur, xandan çəkinmə, qorxma məsələsi də yoxdur. Cavabımız oldu nə? B variantı. Hansı şərh mətndə tünd hərflə verilmiş sözlərdən heç birinə uyğun gəlmir? Tədbir, ölçüb biçmək, həyəcan keçirən, qəzəbli və məruz qalmaq. Baxaq görək burada hansı sözlər? Nigaran. Məsələn, xanın özünün məclisə gəlişi hamını nigaran qoymuşdu. Nigaran, deməli,
Qəzəbli, hələ ki düz gəlmir. Götür-qoy etmək, ölçüb biçmək deməkdir. Bu var. Çarə tapmaq, çarə nə dedi burada? Bir çarə tapmasaq, bir tədbir görməsək, bu var. Sonra gərgin adamlardan biri ayağa qalxdı. Gərgin, yəni həyəcan keçirən anlamını ifadə edib. Düzdür. Sonra bəlaya düçar olmaq, məruz qalmaq, bu da var. Nə var qaldı burada? Heç nə. Deməli, burada hansı söz olmadı? Bir qəzəbli söz olmadı da, düzdür. Həyəcan keçirən oldu, məruz qalmaq, tədbir məsələsi oldu. Yəni burada nigaran sözü həyəcan keçirən, gərgin adamlardan biri nigaran məsələsində dayanaq. Burada nigaran sözü var da, rahatsız, həyəcanlı, həyəcan keçirən, narahat, istirablı anlamlarında işlənir. Bu var. Deməli, burada gərgin sözünün deyək ki, deməli, izahı yoxdur. Ona görə cavabımız Y variantı olacaq. Mətnə əsasən Məhəmmədin verdiyi suallar onun qorxu məsələsi yoxdur. Dini inancları dəyişməz qəbul etməyən məsələsi də yoxdur. O düşünür, tənqidi və düşüncəli yanaşır hadisələrə. Ənənəvi davranışları kör-körənə tabe olmaq məsələsi də yoxdur burada. O ənənəvi davranışları kör-körənə tabe olsaydı, ən azından düşünməzdi ki, görəsən doğrudanmı Allahın qəzabına düçar olmuşuq, ondan sonra doğrudanmı Allah bizi cəzalandırır, bu düşüncədə olmaz. Qeyri-məntiqi nəticə çıxarmaq, deməli, qeyri-məntiqi nəticə çıxarmaq nədir? Yəni, verilən faktlara, sübutlara, sağlam məntiqi, belə deyək də, sağlam məntiqə daha doğrusu əsaslanmadan, belə deyək, əlaqəsiz, səhv əsaslar üzərində qərar vermək deməkdir. Aydındır. Məsələn, deyirəm ki, bir yoldaşlardan biri dərsə gecikir və düşünürəm ki, o yoldaş haqqında. Deməli, o tənbəldir. Hər dərsə gecikən tənbəl olmalıdır. Yəni, onun tək bir halını onun ümumi xüsusiyyəti kimi təqdim etməyim doğrudurmu? Yox, bu qeyri-məntiqi nəticədir. Yaxud hava soyuqdursa, deməli, sabah qar yağacaq. Hər soyuq hava olanda qar yağırmı? Bax, bu qeyri-məntiqi nədir? Nəticə çıxarmadır. Əgər, məsələn, biz Məhəmməd hansı qeyri-məntiqi nəticəni çıxara bilərdi mətnə əsasən? Əgər o düşünsəydi ki, deməli, bu insanlar içərisində, bu cəmaət içərisində ən cavanı mənəm da, mən və digər o birisi yoldaşı idi. Deməli, yoldaşımın adını deyim sizə yeri gəlmişkən, Qasım. Qeyri-məntiqi nəticə çıxarsaydı belə olardı. Düşünsəydi ki, insanlar məndən yaşca böyük insanlardır, onlar düzgün düşünür. Yəni, Allahın bizə qəzəbi tutmasaydı, çərkələr bizim mahalı, deyək ki, bəlaya düçar etməzdi. Bu məntiqlə o bir nəticəyə gəlsəydi, qeyri-məntiqi nəticə olmuş olardı. Mətndəki çərkə fəlakətin səbəbi nə göstərilibdir? Çərkə fəlakətin səbəbini ancaq burada göstəribdir ki, Allah Taala'nın insanları qəzəbə tutub. Götür o cümləni yaz. Allahın cəmaata qəzəbi tutubdur. Yəni, bunun səbəbi kimi bu göstərilibdir. Mətnə əsasən cədvəli doldurasıyıq. Mətndəki əsas problem nədir? Mətndəki əsas problem, bax, budur. Mahala çəyirtkə gəlibdir. Başqa sözlə, mahalı çəyirtkə basıb. Bu problemdir. Bəs problemin həll yolu nədir? Bir, müsəlləyə, yəni duaya çıxmaq. Bax, burada bu hissə ki var idi, onu sizə göstərəcəm. Deməli, cəmaət müsəllaya çıxmalıdır. Deməli, müsəllaya çıxmaq. Bir də göyərçin gətirmək. Bitdi. Həll yolu kimi budur. Mətnə görə əkin yerlərinin və bağların məhv olması qəsəbə üçün hansı iqtisadi nəticələrə səbəb ola bilər? Bax, burada ümumiyyətcə iqtisadi nəticə odur ki, belə deyək də, görülən hər hansı bir işin, qəbul edilən hər hansı bir qərarın, başqa sözlə baş verən hər hansı bir hadisənin iqtisadi sahəyə təsiri. Yəni, burada həm maddi durum nəzərdə tutulur, nə bilim, gəlir, xərc münasibətləri nəzərdə tutulur, aydındırmı? Yəni, ümumən maddi və maliyyə təsiri, iqtisadi nəticə budur. İndi burada deyir ki, əgər deyir,
Deməli, bax burada bax, deməli, əgər bir tədbir töhmə çəkdiyi bizim qəsəbəyə gəlib çatacaq. Burada da qurunu da, yaşı da yandırıb yaxacaq. Bir də başqa yer var idi. Bir dəqiqə. Hə, e, bircə dəqiqə harda idi onlar? Deməli. Qoy bir dəqiqə buranı silim. Buranı silim. Hə, deməli, bir də bax bu hissədə idi. Əkin yerləri, zəmilər, yoncalıqlar, bağlar çəyirtkə ilə örtüldü. Təbii ki, iqtisadi nəticə əkin yerlərini məhv edəcəksə, bu aclığa səbəb ola bilər. Nə bilim mən, yoncalıqları məhv eləyəcəksə, heyvanların belə deyək də, yemlənməsini çətinləşdirəcək. Bağlara hücum edəcəksə, təbii ki, meyvələrin məhvinə səbəb olacaq. Yəni bu da ümumən maddi və maliyyə təsirinə məruz qalacaq insanları. Deməli, qısa da yaza bilərik. Belə də yaza bilərik ki, maddi və maliyyə təsiri yaradacaq. Başqa sözlə, indi bu belə bir ifadə mən yazdım. Siz indi onu yazsaydınız ki, yazmışsınızsa, əgər ki, məsələn, əkin yerlərinin məhvi ilə deməli acılığa səbəb olacaq, yoncalıqların məhvi ilə heyvanların qidalanmasının deyək ki, zəiflədəcək, ondan sonra bağların deməli məhvi ilə meyvələr olmayacaq, nəhayətdə qiymət baha olacaq. Bu kimi fikirlər yazmışsınızsa doğrudur və şərh bölməsində də yazdığınız fikirləri qeyd edərsiniz, müzakirə edərik. Mətnə görə insanlar ümumi fəlakəti dəf etməkdə nəyə güvənirlər? Nəyə güvənirlər? Təbii ki, keçmişin təcrübəsinə güvənirlər. Çünki mətndə də qeyd olunur ki, söhbət o yaşlı kişinin nitqindən gedir ha söhbət. Çünki mətndə də lap belə yazaq. Çünki mətndə də yaşlı kişi qeyd edir ki, qoy onu belə yazaq. Çünki mətndə də yaşlı kişi qeyd edir ki, keçmişdə də belə hadisə baş verib. İnsanlar dua etməklə və göyərçin gətirməklə bu bəladan xilas olublar. Belə. Mətndə nə təbliğ olunur? Hə, çox maraqlı bir sualdır. İndi mən sizə mətndə nə təbliğ olunur, bir-bir onları deyəcəm. Məsələn, təbliğ olunur ki, hər çarəsizliyin qarşısında bir yol da var. Məsələn, 1. Hər çarəsizliyin qarşısında bir yol da var. Bu 1. 2. Yaza bilərik ki, inanc dua ilə güclənər, vergül, tədbirlə tamamlanar. Bundan əlavə, məsələn, deyə bilər, təbiətin dilini anlamaq fəlakəti dəf etməyin ilk yoludur. Məsələn, 3. Təbiətin dilini anlamaq fəlakəti dəf etməyin ilk yoludur. Fəlakəti deməli dəf etməyin ilk yoludur. Yəqin ki, siz birinci fikrə bənzər bir şeylər yazmısınız. Əgər yazmısınızsa doğrudur. Nə yazmısınızsa şərh bölməsində qeyd edərsiniz. Davam edirik növbəti mətnlə.
Yuxusuzluq və onun sağlamlıq üzərindəki təsirləri var. Bu problem bu günlərin çalışkan abituriyentlərin problemidir. Və bu problem nələrə yol açır? Bunu da mətndə görmüş oldunuz. Doğrudur, yanlışdır, ehtimaldır. Yuxusuzluq beynəlxalq təşkilatın diqqətini cəlb edəcək qədər ciddi problemdir. Bəli, Dünya Səhiyyə Təşkilatı bax, həyəcan təbili çalıb. O məlumat verir ki, dünyada 7 milyon insan yuxusuzluq səbəbilə erkən ölüm riski ilə üzləşibdir. Bu doğru. Alimlərin yuxusuzluğu genetik amil məsələsi yoxdur. Bir olmayan variant. Bu da 7 cavabımız da qaldı. Yuxusuzluğun ən ciddi fəsadları yalnız psixoloji gərginlik formasında təzahür edir. Yox, psixoloji gərginlik formasında məsələn depressiya, stres məsələsi var. Bundan əlavə yuxusuzluq çox şeyə yol açır. Məsələn, qan təzyiqini yüksəldir, ürək xəstəliklərini, damar xəstəlikləri yaradır və s. və ilə axır. Bu yanlışdır. Uzunmüddətli yuxusuzluq yaşayan insanın həyat keyfiyyəti aşağı düşür. Bəli, bu məsələ var burada. Məsələn, bax burada həyat keyfiyyətinin pisləşməsinə səbəb olur. Bu məsələ var. 4-ü siləcəm. Normal məşhur mətbuat yuxusuzluq probleminin həlli üçün maarifləndirici tədqiqat həyata keçiribdir. Bəli. Məsələn, bax burada deyir ki, onun bir məşhur bir mətbuat qəzeti bir tədqiqat keçiribdir ki, 5 saatdan az yuxu alan insanların düşünmə surətində və yaddaşında azalma var. Bu var. Bu faktdır. Normal yatmayan insan bir şeyi uzun müddət yadında saxlama qabiliyyətinə malik deyil. Bəli, əgər yuxusuzluq bizdə yaddaşsızlıq yaradırsa, deməli biz hər hansı bir şeyi uzun müddət yadımızda saxlaya bilməyəcək. Bunu da ehtimal edə bilərik. Cavabımız olacaq 1-3-6. Mətnin sonuncu abzası ilə bağlı nə yanlışdır? Mətnin sonuncu abzası budur. Yəni yuxusuzluğun ciddi təsirlərindən qorunmaq. Bunlar nədir? Yuxu rejiminə riayət etmək, eyni saatda yatmaq, eyni saatda oyanmaq, yuxudan əvvəl ağır yeməklər və kofein tərkibli içkiləri istifadə etməmək, ondan sonra yataq otağımızı sakit, qaranlıq, sərin saxlamaq və s. Bu kimi məsələlərdən danışdım. İndi bax, ümumi məzmuna görə mətnin digər abzaslarından fərqlənmir. Aşağı-yuxarı eyni şeylərdə fərqlənmir. Bir düz. Cümlələrdən birinin giriş hissədə işlənməsi daha məqsədə uyğundur. Xeyr. Abzas 3 hissədən ibarət. Yox, baxın, biz bunu, bu abzası sonuncu hissədə 2 abzas şəklində verməliyik. Bax, bura qədər yuxusuzluqdan qorunmağın deyək ki, yollarından danışır. Amma burada artıq hadisələr bütün mətn boyu danışdıqlarına yekun vurur. Göründüyü kimi, yuxusuzluq sadəcə bir narahatlıq deyil, həm fiziki, həm əqli sağlamlıq üçün ciddi bir təhlükədir və s. Deməli, əslində bu 2 abzas şəklində olmalıdır. 3 abzas şəklində yox. 2 abzas şəklində verilməsi 4 doğrudur. Problemin tibbi və alternativ həll yolu. Alternativ həll yolunu deyir, amma tibbi o deməkdir ki, həkim tövsiyəsi, dərmanlar, nələr, analizlər belə şeylərdən danışmırıq. Ona görə 5 yanlışdır. Cavabımız olacaq 2, 3, 5. O da D variantı. Yuxuya nə müsbət təsir edir, nə mənfi təsir edir. Ağır yeməkləri və kofein tərkibli içkiləri gündəlik rasiondan çıxır. Gündəlik demir, yuxudan əvvəl yemək olmaz ağır yeməyi. Kofein tərkibli içkiləri yeməkdən əvvəl içmək olmaz. Yatmazdan əvvəl, yuxudan əvvəl ağır yeməkləri yemək və kofein tərkibli içkiləri içmək olmaz. Gündəlik, yəni sən gün ərzində içə bilərsən, amma yatmazdan əvvəl içmə. Bu məsələ yoxdur. Biri sildi. Yuxu üçün konkret zaman və müddət ayırmaq. Bu var. Deyək ki, konkret zaman və müddət ayırmaq. Bəli, məsələn, bu hissələrdə deyir ki, eyni saatda yatmaq, eyni saatda oyanmaq. Bu var. Yuxuya mənfi təsir edən amillər. Yuxu müddətinin əsas hissəsinin gündüz vaxtı məsələsi yoxdur. Yataq otağının lazımi parametrlərə cavab verməməsi. Bəli, əgər otaq sakit deyilsə, qaranlıq deyilsə, sərin deyilsə, bəli, bu artıq yataq otağının lazımi parametrlərə cavab verməməsi deməkdir və bu da yuxuya mənfi təsir edən amildir. Cavabımız olacaq 2 və 4. O da Y variantı. Yuxuya düzgün yanaşmaq və sağlam yuxu rejimi formalaşdırmaq sağlam həyat tərzinin əsasını təşkil edir cümləsi ilə mətnin deməli neçənci abzasını genişləndirmək daha da yuxuya düzgün yanaşmaq və sağlam yuxu rejimi formalaşdırmaq. Sağlam yuxu rejimini formalaşdırmaq biz bunu harda görürük? Bax, yuxu rejimi məsələsini bax bu abzasda danışdı da, bu hissədə danışdı. Deməli bu neçənci abzasdır? Bu 1, bu 2, bu 3, bu 4, bu da 5-ci abzas. 5-ci abzas hardadırsa, varmı 5-ci abzas? Bu da bu. Mətnin ümumi ideyasını ən dolğun ifadə edən cümlə nədir?
Deməli, yuxusuzluq orqanizmə çoxsahəli təsir göstərən, həyat üçün ciddi təhlükə yaradan problemdir. Bu var. Yuxusuzluq bəzən insanın psixoloji vəziyyətinə təsir etsə də, orqanizm tezliklə bərpa olunur. Yox, müasir dövrdə yuxusuzluğun təsiri tibbi elmi inkişafla qismən məhdudlaşdırılır. Yox, yuxusuzluq yalnız yuxu saatlarının azalması ilə bağlı qısa müddətli narahatlıq hesab olunur. Yox, yuxusuzluğun əsas hissəsi insan gündəlik iş fəaliyyətində səhlənkarlıq. Yox, cavabımız oldu A variantı. Mətnə əsasən sağlam yuxu vərdişləri formalaşdırmaq insan hansı xəstəliklərdən qorunmasına kömək edə bilər. İkisinin yazası baş üstə. Sağlam yuxu vərdişləri. Sağlam yuxu vərdişləri 1. Qoyun bu hissəni yazın. Daha doğrusu sileyim. Məsələn, insanın həyat keyfiyyətinin yüksəlməsinə səbəb olar. Həyat keyfiyyətinin yüksəlməsinə. 1. Həyat, qısa yazacağım, keyfiyyətinin yüksəlməsinə. Deməli, səbəbi olacaq. Daha sonra olacaq, deməli, depressiya və stresi azaldacaq. Depressiya və stresi azaldacaq. 3. Nə bilim, qan təzyiqi yüksəlməyəcək. Qan təzyiqinin yüksəlməsinin nə bilim mən qarşısını alacaq, belə bir fikir yaza bilərik. Daha sonra məsələn ürək xəstəlikləri və insultun artmasının qarşısını alacaq. 4. Nə bilim ürək xəstəliklərinin və insultun artmasının qarşısını alacaq və s. Bu kimi fikirlər yazırıq. Yuxusuzluğun fərdi nəticəsi və ictimai nəticəsi. Bax, ictimai nəticəsini burada göstərib ki, deməli, Dünya Səhiyyə Təşkilatı bir həyəcan təbili çalıb ki, 7 milyon insan yuxusuzluq səbəbilə erkən ölüm riski ilə üzləşir. Bax, burada yazasıyıq ki, ümumiyyə erkən ölüm riski. Bu, yuxusuzluğun ictimai nəticəsidir. Aydındır. Və fərdi nəticəsi nədir? Məsələn, şəxsən mən özüm yuxu rejimin pozulduğu zaman mənim qan təzyiqim yüksəlir. Qan təzyiqin yüksəlməsi. Adam var ki, o gündəlik 5 saat, 6 saat yatır, onda təzyiq yüksəlmir. Adam tanıyıram ki, az bir yuxu yatır, amma onda yaddaş zəifliyi yoxdur. Yəni, burada yaddaşın zəifləməsi. Yəni, bu orqanizmdən asılıdır, da aydındır. Bundan başqa, məsələn, yaza bilərik ki, çox şey yaza bilərik. Tələsmirik, yaddaş məsələsini yazdıq. Fokuslanma qabiliyyətinin azalması məsələsini qeyd edə bilərik. İşə fokuslanma deməli, qabiliyyətini qeyd edə bilərik. Elə bunlar kifayət. Mən düşünürəm ki, yuxusuzluq hardasa hər insanda ürək-damar xəstəliklərinə yol aça bilər. Bu bir ümumidir da, aydındır. Bunu biz ümumiyə də götürə bilərik. Elə 2 dənə bunu yazsaq kifayət olar. Siz nə yazmışsınızsa onu da yazarsınız. Şərh bölməsində biz onu müzakirə edərik. Nöqtələrin yerinə məzmuna uyğun fikir yazasıyıq. Yazaq. Deməli, hardadır o? Deməli, yuxusuzluq bədənin qan təzyiqini yüksəldir və bu yüksək təzyiqin və digər ürək xəstəliklərin yaranma riskini artırır. Orada yaranma riskini artırır. Burada yaranma riskini artırır. Belə bir fikir yaza bilərik. Yaranma, bunu biraz səliqəli yazın. Yaranma riskini artırır. Mətnə görə yuxusuzluq 20-ci əsrin səssiz bəlasıdır fikrini əsaslandırın. 20-ci əsrin səssiz bəlasıdır fikrini əsaslandırın. Baş üstə əsaslandıraq. Çünki müasir həyat tərzi, baxın, sürətli iş tempi və texnologiyanın təsiri bir çox deyək ki, bir çox insanları yuxu problemləri ilə belə deyək də qarşılaşdırır.
Aydındırmı? Və bu da sadəcə insanlarda deməli yuxu almamaq deyil, uzun müddətli sağlamlıq problemlərinə yol açır. Bax, yaza bilərik ki, müəllim necə başlayaq? Bax, buradan başlayırsan. Bu cümləni yazırsan, köçürürsən, yazırsan ki, müasir həyat tərzi. Bax, müasir həyat tərzi, vergül, sürətli iş tempi, bax, buradan başladım. Müasir həyat tərzi, sürətli iş tempi və texnologiyanın təsiri bir çox insan, bir çox deməli insanları yuxu problemləri ilə qarşılaşdırır. Yuxusuzluq sadəcə yuxu almamaq deyil, həm də uzun müddətli sağlamlıq problemlərinə yol açır. Burada yekunlaşdır. Yazmısansa doğrudur. Əlavə nə yazmısansa yazarsan şərh bölməsinə baxaraq. Bütün təriflə verilmiş ifadələrin mənasını, stress sözü və təhdid sözləri. Stress sözünün mənası təzyiq, yəni kiməsə təzyiq göstərmək, stress, təzyiq, təsir, gərginlik, bu mənaları ifadə edir və bir daha sözümüz idi bizim. Təhdid sözü də qorxutma, nə bilim, hədələmə, hədə-qorxu və s. bu mənaları ifadə edir. Belə, əziz olun sinif şagirdləri, testin izahını verməyə çalışdım. Bu arada bir daha xatırladım ki, videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayaq. Sağ olun, növbəti sınaqların izahında görüşənə qədər.